əmin-amanlıq içində sabaha çıxıbsa, bil ki, bütün dünya onun üçün cəm olub bərbəzəyi ilə. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmin heyrətamiz meyarına, ölçüsünə, demədi dünya hamısı qəsirlərdir, əlində olan torpaq sahələridir və ya hesablardır, çox maldır. Əksinə, üç şeydə dünyanı cəm etdi. Sanki deyir ki, dünya budur və dünya həqiqətən varsa səndə bu olmalıdır ki, deyəsən ki, dünya mənimdir. Ən birincidir ki, əmin-amanlıq, hansı ki, qəlbi sakitləşdirir, rahat edir. Sağlamlıq, hansı ki, bədəni qoruyur. Bir günlük ruzi, azüqə, hansı ki, qoruyur səni dilənməkdən, kiməsə möhtac olmaqdan və kimə verilibsə bu, sonra qafil olaraq şükür etmədən sabahlayırsa, bilsin ki, əlində olanın qədrinə qarşı cahildir, bilmir dəyərini. Eləcə də bil ki, öyrədib bizə Rəbbimiz və vay olsun o kəsə ki, Allahın bəndələrindən nimət verdiyi kəsə etibar gözü ilə yox, ibrət gözü ilə yox, həsəd gözü ilə baxır. O həsəd ki, xəstəlikdir, gizli xəstəlik, şükrü fəsad edən, sinələrin saflığını aparan, qulu hiss etməsə də, dərk etməsə də, Rəbbinin bölgüsünə qarşı qəzəbləndirən. Ona görə həsəd etməyin. Allahın əmin-amanlıq niməti verdiyi kəsə və ruzi yetirdiyi kəsə xüsusən həsəd etməyin. Çünki Allah-Taala'nın xəzinələri doludur. Lütfü genişdir, tükənmir. Əm yəhsidunən nəsə alə mə ətəhumullahu min fadlih. Məgər onlar Allahın öz lütfündən verdiyi kəslərə həsəd edirlər və mümin qardaşında bir neymət görürsə onun üçün bərəkət diləməlidir. Allahın lütfündən istəməlidir. etiraz etməməlidir Rəbbinin hökmünə, bölgüsünə, qədərə qarşı çıxmamalıdır. Və sələflər başa düşüblər bu mənanı. Dərk ediblər əməli, təkcə sözdə yox. Niyə də başa düşməsinlər? Onlar acılığını başa düşüblər. Dərk ediblər, dadıblar. Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm acılığı səbirlə, savabını umaraq dadıb. Eləcə də ailəsi günlər keçib, gecələr bir-birini əvəz edib, lakin Muhammedin ailəsi buğda çörəyindən doymayıb. Bəzən acılıqdan qarnına daş bağlayırdı, necə ki Xəndək döyüşündə edib bunu.